Biz həm tanıtım məqsədi üçün Lütfüzadəni şagirdlərimizə tanıdaq. Yəni onlar Azərbaycanı dünyada təmsil edən bu böyük bir şəxsiyyəti tanısınlar. Həm də biraz məntiqə yol açaq beynimizdə. Ona görə bir kiçik bir yarışma təşkil edik 8-9 siniflər arasında. Və indi ilk öncə Lütfüzadənin bir tanıtım videosunu göstərmək istəyirəm sizə ki, onun dünyada hansı işlər gördüyünü, hansı məşhur şirkətlərin onun kəşfləri ilə işlədiyini, bugün onun o kəşfinə borclu olduğunu siz də öyrənəsiniz və sonra Lütfüzadənin davamçıları üçün belə deyək ki, görməyə sizə də bir kömək olsun. İran, Azerbaycan ülkemizde Türk var. Lütfü şimdi dünyaca meşhur. Dünyaca meşhur. Çoxumuz Lütfüzadənin adını eşitmişik. Amma bəzilərimizin onun nəzəriyyələri haqqında belə məlumatı yoxdur. Lütfüzadənin bu qədər dünya şöhrətli alim olmasının səbəbi nə idi? Lütfüzadə nə idi ki, belə istifadə etdiyimiz bir çox texnologiyalarda onun əli var. Gəlin, birlikdə Lütfüzadəni yaxından tanıyaq. Lütfüzadənin əsl adı Lütfəli Rəhimoğlu Ələsgərzadə. 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailesi ilə birlikdə Tehrana köçüb və 1944-cü ildən Amerika Birləşmiş Ştatlarına gəlib. Təhsilini orada davam edib. Profesör Lütfüzadə yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən, vacib fikirləri ortaya qoyan, irəli sürən dahibi şəxsiyyətdir. Bugün dünya elminə Lütfüzadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatlar geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verilmişdir. Dünyada tanınmış şirkətlər tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Bu nəzəriyyə 80-cı illərdən Yapon alimlərinin diqqətini cəlb etmiş və Yaponlar bu unikal nəzəriyyədən yararlanma qərarına gəlmişlər. Bugün Yaponiyanın Mitsubishi, Toshiba, Sony, Canon, Sanyo, Nissan, Honda və digər nüfuzlu şirkətlər qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanır. Foto və video kameralar, paltaryan maşınlar, vakuum kimyəvi təmizləyiciləri, avtomobillerin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Hələ say bitməyəcək qədər texnologiyalarda onun imzası var. Lütfüzadə 1989-cu ildə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat Honda mükafatı ilə təltif olunub. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi nəhayət 1980-cı illərdə Yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibertexnikanın, informatikanın və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Lütfüzadə haqqında kiçik bu tanıtımdan sonra sizə yarışımıza başlayaq. Yarışımızda 10 sual var. Burada biraz məntiq fikir, biraz hesablama fikir, məsələlərdir. Hər sualı 2 dəqiqə vaxtımız var. Komandaların kapitanları vaxtdan əvvəl də vaxt getdi sözündən sonra tez hesablayabilirsinizsə qalqa bilərsiniz. Yəni işarə göstərmə üçün
Ərəbcə də sizə təqdim olunacaq. Kim bilgiye sahip olacaksa daha güçlü olacak, güçlü olan ise her zaman galiptir. Bu dünyaca meşhur alimimiz Hüsnüzade'nin bir sıfatıdır. İndi ise bu sizin suallarınız, sual göstəridə biləcək və sizə təqdimdə olunacaq ki, yaxından tanış ola bilməyiniz üçün hər qrupun daxilində. Buyurun. Vaxtınız geçsin. Yüzma komandasının da cevabı artık hazırdır. Yazılı şekilde təqdim edildiyi hal. Yazılı şekilde səsləndiriləcək. Yüzma komandası hazırdır cevabı. Her iki komanda doğru cevap verir ve her iki komanda aynı zamanda kaldırdığına göre her iki komandanın cevabına bir müsbət hal əlavə olunur. Cevap 63'tür ve konut komandasının cevabı 63'tür sadece siz bakma geliştiniz ona göre doğru hesap olmuştur. Yani ilk komanda bu ikisi galip gelir. Sual 2. Bu biraz məntiqi düşünceli sualdır. Nöqtədə də var. Sizə də təqdim oldu. Vaxtınız gelir. Biraz sessiz müzakere edip birbirimize mal olmak için. Bizma komandası cevap vermek istiyor ve ikinci konut komandasını cevap yaptığım ise bakalım evvel ilk cevabı alar. Buyur Fatime tekrar. Dördüncü cevap səhvdir. Konut komandası razısının bu fikirdən. Beşinci cevap səhvdir. Dördüncü səhvdir, doğrudur. Bizim Prizma komandası doğru cevap verdi ve ilk olarak o doğru cevap verdiğine göre Prizma komandasının hesabına misal əlavə edir. Üçüncü suala baxaq. Baxışınız gelir. Çok sevindirici haldır ki, sualların cevabını bax bitməmiş cevablandırırsınız. Diqqətlə oxuyuruq. Səssiz müzakirələrimizdən bir-birimizə mayil olmuyor.
Cavabınız doğru değil. Sizin düşünme vaktiniz var hələ. Bir gəlişi tamamda. Son saniyelerdir. Prizma komandası son saniyede bayrağı kaldırdı. Vaktimiz bitti. Yani biz Prizma komandasının cevabını alıyoruz. Konus komandasının cevabını ilgili. Bir cevabımız doğru değil. Evet, size de değil. Təəssüf ki, 3. suala hiçbir komanda doğru cevap verebilmedi. Hiçbir komandanın hesabına hal yazıldı. Şimdi bakalım 4. suala. Cevap neydi? 15 sorumuz var. Buyurun. Lütfen de okuyabilirsiniz. Size teslim olmak açıkçası. Üçüncü komandasının cevabı artık kaldırdı. İkinci ise Prizma komandasının cevabı. Bakalım. Evet. Değil, cevap doğru değil. Prizma komandası 200 olarak bayrak kaldırmıştır. Prizma komandasının cevabına alalım. Değil, cevap değil. Konus komandası şansınızı bence istifade edin. Bir neçə saniyeniz kalır. Hayır, doğru değil. Təəssüf ki, 4. suala da hiçbir komanda doğru cevap vermedi. Bu sualın cevabı 1959'dan toplananların cevabı 24 etmesiydi. Şimdi bakalım 5. suala. Beşinci sual həm də şanlı ölkəmizin qələbəsini vurgulamaq məqsədli qeyd olunmuşdur. Burada 4'te 3 oyunların sayının 4'te 3 hissəsini təşkil edir. Kompüterdə 4'te 3 olmalı. Sizin vərəqlərdə dəqiq qeyd olunur. Çünkü bu sual hesablamak bir sualdır. 3 dəqiqə zamanınız var. Tələsmədən dəqiqəlik sualdır. Heç tələsmirik. Süre komandası, dalgısız mı yoksa yok? Dalgısız bayrağı süre komandası, sonra prizma, sonra ise komut komandası bayrağı daldırdı. İnşallah ümit edirəm ki, bu galib ölkənin galib evlatları bu salada doğru cevap vermiş olacaklar. En büyük ürünü. Təqdim edin, hazırlık sistemimiz.
Siz 8 neyini saklamışsınız? Onların sayısı. Soruyu ona kadar okumuştuk mu? Aslında bütün komandalar doğru cevap verip buna siz onların topladığı oyunların sayını tapmışsınız. Doğrudur. Güzel. Bir oyunda da Güzel. Ben onu soruşturdu. Bizden neyi soruşturdu? Cəmi neçə oyun keçirmişdir? Deməli, cəmi neçə oyun keçirib? 8 oyun keçirib. Doğru. Hamısı doğru cavabınız. Hər üç komanda belirləyən, yəqin ki, bu ölkəmizin şanlı qələbəsi ilə bağlı özümüzü tuta bilmədi. Cavabları hamı yerdə verir. Azərbaycan istəyədim hər üç komandaya sual verir. Yerdən hamı cavablarını bildir ki, hamı eyni zamanda doğru cavab verir. Müzakirələrimizlə bir-birinizdə həm rəqib komanda kimi ipucu verirsiniz. Həsr müzakirələrində. Çünki biraz mail olmuşdur. Bunu nəzərə alaq, xahiş edirəm. 6-cı sual. Bu sualda hesablama kütlü olduğuna göre 3 dəqiqə zamanımız var. Şule komandası artık cevabı hazırdır. Siz düşünün, hele zamanınız var. Belki şule komandasını cevap çekebilirsiniz. Nihal Tekin bir cevap Cevap doğru değil. Cevap doğru değil. Diğer komandaların bir derece zaman var. Bir dereceden biraz az. Aha, prizma komandası cevap vermezse